Salamlar dostlar, hər vaxtınız xeyir olsun. Üzrlü sayın biraz video titrəkliyi çünki yol gedirəm. Və yenə ağlıma bir metod gəldi. Mən istədim ki, bunu sizinlə paylaşım. Daha doğrusu metod gəldi deyərkən, mənim özümün istifadə etdiyim və nəticələrini çox vaxt bəyənmədiyim bir alət sizinlə paylaşacağım. Bu bir növ bizim üçün şəxsi performans dəyərləndirməsi alətidir. Çox əla, çox güclü, çox effektiv bir alətdir. Çünki heç bir şey gözdən qaçırmır və hər şey bizə deyir. Bu alət nədir? Bu alət bizə kömək edir ki, doğrudan biz əldə etdiyimiz nəticələr bizim potensialımızın, edə biləcəklərimizin, bacarığımızın, fokusumuzun, konsentrasiya ola bilmə qabiliyyətimizin bir nəticəsidir. Yoxsa digər faktorlar təsir edir. O bizim əslində sadəcə sırf potensialımızdan ayırdığımız miqdarın, vaxtımızdan ayırdığımız miqdarın bir növ əksidir, onun nəticəsidir. Qarışıq səslənə bilər, amma çox sadədir. Bu nədir? Misal üçün belə deyim, siz oturursunuz masada və qarşınızda kitablar, dəftərlər, oxumalı olduğunuz kitablar, yazmalı olduğunuz yazılar, etməli olduğunuz testlər və s. və axır. Deyək ki, 3 saat vaxt geçirirsiniz o masanın arxasında. Amma bu 3 saat ərzində siz bir çox başqa işlər də görürsünüz. Tez-tez telefona baxırsınız, kompüter oradadırsa yenə hansısa saytlara baxırsınız. Facebook, YouTube, e-mail, LinkedIn, Twitter, Instagram və başqa sizə maraqlı olan hansısa saytlar. Və bu 3 saatin ərzində onlara neçə dəfə baxırsınız, hər baxanda neçə dəqiqə və yaxud neçə saniyə vaxt geçirirsiniz, bunları ölçmürsünüz. Və 3 saatın sonunda deyirsiniz ki, misal üçün, mən 3 saatda deyək ki, öyrənə biləcəyim söz, yeni söz sayı 5'dir. Yadımda qalacaq şəkildə. Və yaxud da ki, bir kitabdan oxuya biləcəyim səhifə sayı 3 saat ərzində 200'dür. Və yaxud elə biləcəyim test 150'dir və s. və axır. Amma bu əslində düzgün cavabdırmı? Yəni bu dürüst cavabdırmı? Ki bizim elə biləcəyimiz bu qədərdir. Əlbəttə ki, xeyr, dürüst cavab deyil. Bunu necə ölçəcəyik, necə tapacağıq? İndi mən bu videoda o metodu sizinlə paylaşacağım. Bunu tapmağın, ölçmənin və özümüzü artıq aldatmağa son vermənin çox sadə bir metod var. Bunun üçün bizə lazım olan isə bir kiçik kağız parçası, bir bloknot və bir qələm lazımdır. Bunu necə edirik? Yəni ki, yazmırıq ki, mən bugün saat misal üçün 11'dən saat 2'yə kimi oturdum, işlədim, 3 saat çalışdım, 3 saat hədəfimə vaxt ayırdım və əldə etdiyim nəticədə 3 saatda bu qədərdir. Xeyr. Siz oturduğunuz vaxtda əgər həqiqətən ölçmək, bilmək istəyirsinizsə, o oturduğunuz kitabın və ya digər materiallar hər nədirsə arxasında oturduğunuz vaxtda, onların üzərində işlədiyiniz vaxtda, yəni sırf onunla işləməyə başladığınız andan saata baxırsınız və yazırsınız. Saat neçə, dəqiqə neçədir. Və əgər arada yarım saat sonra, 40 dəqiqə sonra Facebook'a baxırsınızsa, e-mailə baxırsınızsa, hansısa başqa bir şey edirsinizsə, yəni o etməli olduğunuz işdən sizi ayıran hər hansı bir şey edirsinizsə, həmən dəqiqə orada stop vaxtını da yazırsınız. Misal üçün, deyək ki, 11:00'da başladınız, 11:35'də Facebook'a girdiniz, həmən yazırsınız ki, 11:35 və nə vaxt ki, yenidən o işə qaydacaqsınız, deyək ki, 20 dəqiqə sonra qayıtdınız, onda yenə yazırsınız başlama tarixini və nə vaxt yenə ayrılacaqsınızsa, o işdən o tarixi yazırsınız. Və bunu həqiqətən gün sonuna qədər etsəniz və bir neçə gün etsəniz, onda görəcəksiniz, iki şeyin fərqinə varacaqsınız. Birincisi, görəcəksiniz ki, həqiqətən həddindən artıq, düşündüyünüzdən çox, ətrafdakıların sizin haqqınızda düşündüklərindən çox daha bacarıqlı, çox daha istedadlı və düşündüyünüzdən daha çoxunu edə biləcək qədər potensiala sahibsiniz. Bu yaxşıdır. İkinci kəşf edəcəyiniz isə odur ki, görəcəksiniz ki, vaxtınızı nə qədər boşuna israf edirsiniz, bu günə kimi nə qədər boşuna israf etmişsiniz. Odur dostlar, mən
universitetə çatdım. Bu videoda burada tamamlayıram və sizinlə sağollaşıram. Odur bir kağız, bir qələm alırsınız və hər gün ölçürsünüz nə qədər vaxt sərf etdiyinizə. Ümid edirəm ki, eləyəcəksiniz və etdiyiniz təqdirdə də əlbəttə ki, çox əla nəticələr əldə edəcəksiniz. Üzrü sayın, saçım başım dağınıqdır. Nədir? Növbəti videoda görüşənə qədər özünüzü aldatmayın. Kağız, qələmlə performans dəyərləndirmənizi edin. Nə bunun üçün HR menecerinizi gözləyin, nə CEO'nuzu gözləyin, nə departament menecerini gözləyin. Özünüz öz performans dəyərləndirmənizi edin və həqiqətən nə qədər güclü olduğunuzu kəşf edəcəksiniz. Hələlik.